Yaxın oturun, diqqətlə qulaq asın, diqqətli olun, diqqətli olun. Deməli, yararlı olmadığı halda 18 yaşlı gənci hərbi xidmətə göndərən həkimlə bağlı qərar verildi. Əziz həkimlər, ümumiyyətlə çox diqqətli olun. Bax, bir rəy verəndə, həkim komissiyasında çox diqqətli olun. Bu hadisələr başınıza gəlməsin, adınız ləkəyə çıxmasın, ictimaiyyətin gözündən düşməsiniz deyənə deyirəm. Hərbi xidmətə yararlı olmadığı halda 18 yaşlı çağrısı barədə müsbət rəy verən Bərdə Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinin 62-ci il 1962-ci təvəllüdlü həkim ümumi cərrahının məhkəmə prosesi başa çatır. Deməli, dostlar, bir müddət sonra əsgərin böyrək nahiyəsində ağrılar baş verib və o Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına göndərilib. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası isə əsgərin hər iki ayağının yastı pəncəri aşkarlanıb, yastı ayaqlığı aşkarlanıb və onun dinc dövləri prosesində yararsız müvafiq dönüşə məhdud yararlı hesab edilib. Nəticədə Bərdə Mərkəzi Xəstəxanasının həkimin sərlənkarlı ucbatından 9 ay hərbi xidmətdə olan gənc ordudan təxric edilib. Təbii ki, təqsirləndirilən şəxs ona elan olmuş ittihamcı özünü təqsirli bilib və o 63 yaşı olduğunu, səhvini başa düşdüyü əməlindən peşman olduğunu dilə gətirib. Çox təəssüf edirəm. Konstitusiya və suverenlik ili münasibəti ilə təqsirləndirilən şəxs barəsində amnistiya elan edilib və o cinayət məsuliyyətindən azad olub. Əziz həkimlər, belə olmur. Yoxlamada kiminsə övladıdır. Yoxlayırsınız, yola salırsınız. Rəy verildi, yararlıdır, getdi. Əvvəl buna baxırdı Səfərbər İdarəsi, bildiyimiz voyinkomatlar. İndi bu onlardan alınıb verilib Əmək və Sosial Müdafiəsi Nazirliyinə. Heç olmazsa siz normal yoxlayın. Belə də olmaz axı. Onlar da adəti üzrə göndərirlər xəstəxanalara. Sonda olan kimə olur? Əsgərə.